Sual verirlər ki, telefonda Quran oxumaqla kitabdan, mushafdan Quran oxumağın fəziləti eynidir. Cavab budur ki, ibrət kitabda deyil, ibrət oxumaqdadır. Telefondan da oxusan, kitabdan da oxusan, savabı eynidir, əcri, fəziləti eynidir. Necə ki, bildiyimiz kimi Allah Resulü sallallahu aleyhi və səlləmin dönəmində əlimizdə olan kitablar yox idi. Sonra müəyyən səbəblərə görə, müəyyən asanlıqlara görə artıq kitab halına gətirildi. O zamanlar əsas sahabələr Qur'anı əzbərləyərdilər və yazardılar da, amma daşlara, dərilərə. Bizim əlimizdəki mushaflar yox idi, ancaq ibrət var idi. İbrət nə idi? Oxumaq, qiraət idi. Ona görə də bugünkü telefonlar da bizim üçün nemətdir. Əgər biz onları Qur'an üçün istifadə ediriksə. Cəzakumullahu xayran.